Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı avtomobillərlə bağlı söhbət edərkən ən çox bəyəndiyi maşının adını çəkib. Onun seçimi izləyicilər arasında maraq doğurub və canlı yayım zamanı müxtəlif fikirlər səsləndirilib. Nərminin bu açıqlaması sosial şəbəkələrdə də diqqət çəkib. Həmin görüntüləri təqdim edirik. Ağ rəngli Range Rover'lə gələn bir neçə nəfər. O Range Rover'ə nə qədər adam sığmışdın sən Allah. Sən Allah, o 100 dənə adam Range Rover'dən çıxdı. Range Rover mənim həyatda ən sevdiyim maşındır, ən sevdiyim. Yəni mənə desələr ki, maşınların içində nəyi xoşlayırsan, bir dənə deyərəm Range. Range Rover'ə sən hörmətsizlik eləmişdin, yoxsa yox, işi maşını idi. Xeyr, o bir dənə maşına heç kim minmədi, oğlan özü tək mindi. Elə özü dili ilə dedi ki, mən ayrı gəlmişəm. Çox sağ olun. Rayona nə vaxt gedirəm? Mən 5-6 bazar. Doğrudan ki, bəlkə mən səhv salıram. 10 dənə göy kitabı yemədiniz siz. Çox mən adam var orada. Təşəkkürlər. Hə, Range Rover. Bəs nə deyim? Çox sağ olun. Qızlar, ekran tıklayın, xahiş edirəm. Bu səhifəmiz təzədir. Hər birinizdən dəstək olmağınızı 10 dənə düz demişəm. Bu səhifəyə dəstək olmağınızı istəyirəm. Xahiş edirəm hər birinizdən. Görün, bu səhifədə TikTok var. Nə yaxşı. Telefon tapdım, TikTok yoxdur. Az yoxu var. Qızlar, xahiş edirəm. Ekran tıklayın da. Bax, bu səhifəyə mənim üçün takib atın. Xahiş edirəm. Bu səhifəyə mənim üçün takib atında xahiş edirəm hər birinizdən. Bu səhifəyə takib atında Aboyzadəyə takib atırsınız hər biriniz. Çox sağ